Salam, xoş gördük sizləri. Bizim sada verilişi efirdədir. Bilirəm ki, siz də bugünü səbirsizliklə gözləmisiniz. Elə mənim kimi. Amma deyim ki, yanılmamısınız. Bu həftənin sujetləri o qədər maraqlı, o qədər rəngarəngdir ki, buna yalnız baxıb qiymət vermək olar. Beləliklə, diqqət ekranlara. Əməkdaşımız Ayazla Novruz birləşib maraqlı bir sujet işləmək qərarına gəliblər. Bədən dili. Yəqin ki, nə dediyimi başa düşmədiniz. Bu nə deməkdir? Fikirləşib, hətta qaşlarınızı çatıb, çiyinlərinizi də çəkdiniz. Bax elə söhbət də sizin təəccübünüzə, heyrətinizə, marağınıza səbəb olan məsələlərə hərəkətlərlə reaksiya verməyinizdən gedir. Məsələn, danışarkən üz mimikalarımız, ona uyğun da əl-qol hərəkətləri etməyimiz özü belə bədən dilinə aiddir. Əgər kimsə desə ki, mən əlsiz, qolsuz danışa bilib, yəni hərəkətsiz fikrimi izah edə bilirəm, eşidin, ancaq inanmayın. Çünki bu sizin özünüzdən deyil, bədən dilinizdən asılıdır. Eləmurad dediyi kimi, insanlara düşüncələrimizi, fikirlərimizi çatdırmaq üçün istifadə etdiyimiz jest və mimikalar, əl-qol hərəkətləri bədən dili adlanır. Amma əksəriyyətimizin bundan demək olar ki, xəbəri yoxdur. Bədən dili nədir ümumiyyətlə, bilirsiniz? Bədən dili yox. Jest və mimikalarla, yəni insanların bir-birinə ötürdüyü mesajları bir-birinə çatdırmaq istədiyi hansısa bir kəlmələrdir. Jestdir, mimikadır, əl hərəkətləridir, göz qaş oynatmaq, yəni belə şeylər olmalıdır. Dəqiq anlayışım yoxdur. Bədən dilinin özü də iki yerə ayrılır. Yəni, insanların danışarkən üzlərindəki əzələ hərəkətləri mimika, əl və qollarla etdiyi hərəkətlər isə jest adlanır. Jestlər, mimikalar bu birinci siqnal sistemi hesab olunur. Və körpə uşaq da ilk əvvəl ətraf mühitlə ünsiyyətə başlayarkən o nitqdən daha çox o dediyimiz kimi jestlər, mimikalardan istifadə edir və daha yaxşı başa düşür. Ona görə də bilirsiniz, biz jestlər və mimika vasitəsilə ötürdüyümüz informasiya insanların təhlil şuuruna daha güclü təsir göstərir. Bədən dilinin öz salamlaşma qaydası var. Məsələn, Cabbarla bu cür salamlaşma eyni frekansda olduğumuzu bildirir və normal salamlaşma adlanır. Amma başqa cür salamlaşmalar var. Məsələn, elə bu cür salamlaşma. Bu cür salamlaşma mənim tərəddüdümü, çəkincənliyimi və həyəcanımı bildirir. Amma xanımlarla görüşəndə ilk öncə xanım əlini uzatmalıdır. Bax elə bizim solmaz kimi. Biz gündəlik həyatda bundan rastlaşırıq. Adi fikir verin, mən sizdən danışa-danışa əlimi belə edirəm. Yəni, biz bundan rastlaşırıq, nə bilim, bundan istifadə edirik. Bu fikri daha doğru formada çatdırmaq üçün istifadə edilən bir üsuldur. Və çox vaxt onun üzərində çalışıb işləyirlər ki, verballa qeyri-verbal ünsiyyət, yəni bədən dili ilə söz bir-birini tamamlasın. Adam var ki, bu işdə deyir ki, mənim heç bir günahım yoxdur. İnsan da var deyir ki, bu işdə mənim heç bir günahım yoxdur. Əslində, jest özünə olmalıdır. Mənim heç bir günahım yoxdur. Adam deyir, mənim heç bir günahım yoxdur. Yəni, bədən dili ilə verbal, qeyri-verbal üst-üstə düşmür. Yəni, bu onun yalan danışdığını göstərir. Adam var danışarkən nədənsə istifadə edir, qələmi götürür, oynadır. Baxın, adam danışır, ancaq qələm əlində belə söylür. Alın bu qələmi ondan. Görərsiniz, danışa bilməyəcək. Fikrini çatdıra bilməyəcək. Bunu qoyacaqsan, əlindən tutacaq bu belə. İnsan var ki, ondan söhbət edirsiniz, tutur əlindən bu belə. Bu kinestetik insandır, bu toxunsal insandır. Mina Elyarlı isə deyir ki, hətta insan yalan danışıb danışmadığını bədən dili ilə də bilmək olar. Çünki bədən dili heç vaxt yalan danışmır. Bədən dili gündəlik yaşam tərzimizdə ən çox istifadə elədiyimiz bir şeydir. Yəni, insan danışır sadəcə 10%, o da onun səsidir və bədən dili isə 50% demək olar ki, insan danışdıqda onun bədəni danışır. Bədən dili heç vaxt yalan danışmır. Yəni, siz yalan danışsanız belə bədən diliniz onu inkar eləyə bilər. Yalan söyləməyin işarədir, əllərinin işlərini gizlədirlər və davamlı olaraq hər şeyi təkrar edirlər. Yəni, yalan olduğuna görə hər dəqiqə başa qayıdırlar. Mütəxəssislərin fikrinə görə bədənin ümumi duruşundan, gövdə və baş, ayaq, əl hərəkətindən insanları anlamaq olar. Bədənin önə doğru meyilli olması, əllərin qabaqda birləşməsi, çiyinlərin salınması gücsüzlüyü və zəifliyi ifadə edir. Bəzən qolumuza keçirib danışmağı, deməyi və dinləməyi çox xoşlayırıq. Amma bunun mənası narahatçılıq və tərəddüddür. Narahat insanlar bunu oturanda da bu cür eləyirlər. Amma
özünə inanan, rahat insanlar var ki, bax onlar mənim kimi oturur. Bax belə. Ayaqların öndə birləşməsi ünsiyyətə qapalılığı, arxada birləşməsi isə özünə inamı, yanlarda açıq formada durması sərbəstliyi ifadə edir. Bugün bədən dili məişətdə, bugün bədən dili biznesdə, bugün bədən dili siyasətdə çox böyük tətbiq olunur. Siyasətçilərin öz bədən dili var. Misal üçün, səhnəyə çıxanda ictimaiyyət arasında həmişə belə edir. Fikir versəz, niyə? Bu, yəni əlim açıqdır, mən sizlə tam səmimiyəm. Bu kimi jestlər var ki, bu klassik jestlərdir. Bədən dilindən ən çox istifadə edən, yəni aktiv istifadə edən, misal üçün Bill Clinton, onun bədən dili rəsmən tədqiq olunub. Sonra George Bush'un üzündə, Tony Blair'in üzündə. Yəni bunlar bədən dilindən aktiv istifadə edən insanlar olublar. George Bush'un klassik görüşmə üsulu vardı. O həmişə belə görüşürdü, belə vururdu. Siz fikir verirsiniz. Bu nə deməkdir? Yəni həmişə vururdu ki, mən üstünəm. Onda belə bir şey vardı. Bir də görsə adamla görüşür, belə vurmağa başlayır. Bu biraz düzdür. Yəni qarşı tərəfə müəyyən təzyiqlərin edilməsini göstərir. Uşaq ikən yalan danışanda, hər hansı bir günah işlədəndə bu cür işarə eləyirdi. Yalanlarımızı həmən büruzə verirdi. Amma böyüyəndən sonra təbii ki, yalanlarımızı ört-bastır eləməyə çalışdı. İşarələr də dəyişdi. İşarələr bu cür və yaxud da ki, bu cür oldu. Çünki yalanlarımızı ört-bastır eləmək üçün bədən dili yetərincə bizə böyüyəndə kömək oldu. Bədən dili insanların böyüdüyü coğrafiyaya və ictimai ətrafa görə dəyişir. Fərqli faktorlarla formalaşan bu dil ünsiyyətdə olduğu insanların davranışlarına görə də dəyişə bilir. Novruz Məmmədov, Ayaz Kazım, Elvin Muradov, Lizer TV. Hələ uşaqlıqdan qılınc oynatmağa məndə böyük həvəs olub. Bu həvəsi isə məndə bədii filmlər oyadıb. Yəqin ki, hamınız D'Artagnan və Üç Müşketyor filmi ilə Zorronu xatırlayırsınız. Məhz bu filmlərin baş qəhrəmanları mənim də nə vaxtsa məşhur qılınc oynadan ola biləcəyimi həvəsləndirirdilər. Ancaq təəssüf ki, bəzi arzular kimi bu da elə arzu olaraq qaldı. Ağlıma belə gəlməzdi ki, nə vaxtsa ən çox sevdiyim bir idman növünü idmançı kimi deyil, aparıcı kimi studiyada təqdimatını edəcəyəm. Qadın böyük qüvvədir deyiblər. Elə əməkdaşımız Xülya da bütün kişi peşələrini asanlıqla yiyələnməyi bacarır. Bu dəfə də o məni qabaqlaya bildi. Buyur Xülya, söz səndədir. Qılınc oynatma qılınçla oynanılan döyüş sənətidir və bu idman növü üçün xüsusi geyimdən istifadə olunur. Qəfəs şəklindəki maska, xüsusi qoruyucu jilet və yumuşaq əlcəklər oyunçunu zədələnməkdən qoruyur. Qılınc oynatma hələ qədim Romada yeniyetmə legionerlər və qladiatorlar arasında geniş təbliğ olunurdu. Qədim Yunanistanda isə 7-9 yaşdan etibarən bütün vətəndaşlar üçün məcburi keçilən fənn idi. Orta əsrlərdə hər bir zadəgan mahir qılınc oynadan olmalı idi. Müasir dövrdə isə qılıncı yalnız idman arenasında oynatmaq olar. 1896-cı ildən isə bu idman növü Olimpiya oyunlarına salınıb. Qılınc oynatma əlbəyaxa döyüşdə soyuq silahla edilən fəndlər sistemidir. Bu idman növü idmançıda zərbə almadan zərbə vurmaq bacarığını inkişaf etdirir. Bu idman növünə maraq bugün nə səviyyədədir? Bütün idman növləri kimi qılınc oynatmaya da bugünkü gün maraq artır. Əsasən 6, 7, 9 yaşında uşaqlar gəlirlər. Biz heç bir uşaq üçün məhdudiyyət qoymuruq. Qrupalara bölüb, kiçiklər və böyük orta yaşlılar hamını məşq edə bilərlər bizim idman növündə. 2010-cu ildə dünya çempionatı keçirildi gənclər və yeniyetmələr arasında. Ondan əlavə 2009-cu və 2010-cu illərdə Baku Open adlı beynəlxalq turnir keçirildi. Bu Beynəlxalq Qılınc Oynatma Federasiyasının reytinqinə daxil olan bir idman növü idi. Qədim dövrlərdə mövcud olan döyüş növü ilə müasir qılınc oynatma arasında çox az oxşarlıq qalıb. 21-ci əsrdə bu yüksək texnoloji prosesdir. Artıq qalibi iti tiyə və güclü qol müəyyən etmir. Peşəkar idmanda zərbə endirməklə zərbədən yayınmaq arasında interval adətən 1 saniyədən də az olur.
Əgər idman yarışı əsl duel olsaydı, o dərhal bitərdi və hər iki iştirakçının ölümü ilə nəticələnərdi. Qılınc oynatmada 3 növ silahdan istifadə olunur. Bu silahlar rapira, şpaqa və sabliyə adlanır. Rapira və şpaqa ilə döyüş zamanı mütləq silahla qarşı tərəfin oyuncusunu sancmaq lazımdır. Sabliyə ilə isə sadəcə toxunmaqla da xal qazanmaq olar. Oynatmada peşəkar olmaq məşqlə yanaşı bacarıqdan asılıdır. Yəni bu idmanla 10 il məşğul olub uğura həsrət qalmaq da olar, bir neçə ilə yüksək nəticə əldə etməkdə. Əsas odur ki, həvəs, səy və istək olsun. Qılınc oynatma ilə məşğul olanlar onu həyatlarının ayrılmaz bir hissəsi hesab edirlər. Nə qədər müddətli qılınc oynatma ilə məşğul olursunuz? Mən qılınc oynatma idman növünə 3 ildir məşğul oldum. Bu idman növünə bizi atamız gətirib və indi o məşq elətdirir. Demək olar ki, 3 il ərzində mən 3 dəfə Azərbaycan çempionu olmuşam. Azərbaycan birinciliklərində, Bakı birinciliklərində birinci yerləri qalib olmuşam. Həm şpaqa növü üzrə, həm rapira növləri üzrə. Necə gedir məşq? Yaxşı. Nə qədər müddətli qılınc oynatma ilə məşğul olursunuz? 3 il. Professional formada? Professional. Bəs sizin üçün nə ifadə edir bu idman növü? Mənim üçün sağlamlığımı yaxşılaşdırmağa kömək edir. Həyatımın məqsədi demək. Ən böyük hədəfiniz nədir? Olimpiya çempionu. Aha, bəs sizin üçün nə deməkdir qılınc oynatma? Sportdur da, ən qəşəng sportdur mənim üçün qılınc oynatmadır. Beləliklə, müasir qılınc oynatma orta əsrlərdəki döyüşlərin inkişaf etdirilmiş formasıdır. Əgər əvvəllər qılıncı sürtüb, yağlayıb təmizləmək lazım idisə, indi boltu fırlatmaq və hər hansı bir yerdə naqilin qırılıb-qırılmadığını yoxlamaq lazımdır. Sonra yarışa başlamaq olar. İtki olmayacağına görə döyüş prosesi həm də əyləncədir. Hülya Sabirli, Ceyhun Mustafayev, Lider TV. Deyirəm, əsl kefi əməkdaşımız Rəşad çəkir. Maşallah, göz dəyməsin. Həftə 8, mən 9, şəhər bə şəhər, kənd bə kənd gəzir. Həm məlumat toplayır, həm də bizi məlumatlandırır. Bu dəfəki səfəri şimal bölgəsinə olub. Balakən, Zakatalanı gəzib, Şəkidə qərar tutub. Yerimiz məlum. Şəki halvasından, Şəki bamiyəsindən o qədər yeyib ki, indi də deyir, yalan olmasın, çəkimdə 4-5 kilo artım var. Olar da, ay qardaş. Maşallah, o iştah ki səndə var, hətta əjdahanı da yeyərsən. Bu bir yana qalsın, Hələ sən mənə de görüm, o Şəki şirniyyatlarını yeyəndə heç olmasa bizim qrupun uşaqlarından biri yadına düşdümü? Əgər sən mən tanıdığım Rəşadsansa, çətin ki, hə deyəsən. Nə bilim, də ki, mən yalan olum. Azərbaycanın ayrı-ayrı bölgələrinin hər birinin özünə məxsus mətbəxi var. Milli kulinariyamızın bir qolunu da Şəki Milli Mətbəxi təşkil edir. Şəkinin özünə məxsus, dadından doymaq mümkün olmayan şirniyyatları var. İndi daxil olacaq Şəki şirniyyatları hazırlanan sexlərdən birinə və hazırlama prosesindən tanış olacaq. Görək, sexdə nələr baş verir, nələr hazırlanır. Qadınların diqqəti bizdə olsun. Daxil olduq məşhur Şəki halvası hazırlanan sexə və ustalar burada artıq işləyirlər. Salam aleyküm qardaş. Aleyküm salam, xoş gəldilər. Bunun tərkibi nədir? Bunun tərkibi düyunudur, sudur, xamir yoğrulur, sonra bu şəkildə süzülür. Sonra bax, burada halva basılır. O proses gedir indi orada. Halvanı hamı tanıyır və sevə-sevə yeyir. Yəni o qədər enerjili bir şirniyyatdır, ümumiyyətlə ekoloji təmiz. Düy unundan hazırlanır. Burada var qoz, var bal. Yəni bundan artıq glukozalı, bundan artıq enerji dəyərli şirniyyat mənə gəlir ki, yoxdur. Şəkidə bütün məhəllələrdə halvaçı dükanları var. Çoxu bu neməti öz şəxsi həyətində təşkil etdiyi kiçik sexlərdə hazırlayıb satır. Bəzi halvaçılar isə əməlli başlı brend olub. Şəki halvasını çoxlu yeyəndə ziyandır, xeyirdir? Baxır adamına da elə adam var, çox yeyir, elə adam var, az yeyir. Elə adam var deyir, yaşlını, halva deyir, yaşlını dirildir, cavanı bağrıya dırmaşdırır. Adamın ağzında əriyən Şəkinin məşhur paxlavasını görəndə kimsə özünü bu şirniyyatları dadmaqdan saxlaya bilmir. Bölgənin rəmzi sayılan şirin Şəki halvasının ətrini bütün şəhərdə duymaq mümkündür.
Şəkidə olarkən bu ləzzətli təamları dadmaq mənə də nəsib oldu. Dükanlara girdiyiniz zaman aldığınız nemətlərin dadına baxa bilərsiniz. Burada bütün şirniyyatlar, yəni Şəkiyə aid, yəni burada qıraqdan gəlmiş bir şey yoxdur. Yəni bütün hamısı sexdə hazırlanır. Hamısının da məskəni Şəkidir, yəni bilən bilir. Yeyən maşallah dənc olur. Sən yemirsən? Mən yeyib də arıqlayıram, daha yeməyənlər də. Halvaçılarda tək halva yox, Şəkinin çay süfrəsini bəzəyən bir çox başqa şirniyyat növləri də mövcuddur. Ən çox belə deyə satılan nədir? Ən çox satılan yəni halvadır, yəni bu Şəkinin məskəni halvadır. Amma bilir ki, Lənkəranda, Ləvəngidirsə Şəkidə halvadır. Yəni bamiyadır, noğuldur, düymə şirnidir, baramadır, mindal var. Belə taxta şirini deyirik, bunlar var. Bamiyanın tərkibi nədir? Bamiyanın tərkibi odur ki, çörək xamırından bişirilənir, sonra qızarlanıb, şərbətə salınır. Yəni, hamısının özünün vaxtı vardır. Onlar məsələn qış sezonu olur, bunlar yay sezonu, onlar yəni istidə saxlamaq olmur. Teldir, qırma badamdır, peşmətdir, onlar istərsəniz əriyir. Onlarda bir aydan zaten inşallah başlayacaq bütün işləri. Alan alınmaz, öyle danlanmaz. Your country is the best. Azerbaijan is best. Təəssüf ki, bunu bişirmək yemək qədər asan deyil. Amma ataların bir sözü var. İşləməyən işləməz. Rəşad Kərimov, Sərbər Rəşidoğlu, Lider TV. Xamilyon dedikdə ilk növbədə gözümüzün önünə rəngbərəng eynəklər gəlir. Daha doğrusu gündən qorunmaq üçün taxdığımız, gündən asılı olaraq rəngini dəyişən xamilyon eynəklər yada düşür. Ancaq biz sizlərə bu dəfə gün eynəklərinin qoruyuculuk funksiyalarından və yaxud da aparıcımız Zaur kimi onların keyfiyyət göstəricilərindən danışmaq niyyətində deyilik. Bizim məqsədimiz tamam başqadır. Siz heç bilirsiniz ki, xamilyon sözünün mənası nədir? Heyvanlardan danışmaqdan bir növ zövq alan əməkdaşımız Elçin xoruzlardan, qırxayaqlardan qurtarıb, indi də xamilyon kimi tanıdığımız bu qələmunlara ilişib. Xamilyon dedikdə doğrudan deyilə ilk növbədə əməkdaşımız Muradın söylədiyi kimi eynəklər yada düşə bilər. Amma məqsədim bu dəfə nə eynəklərdən, nə də günəşə görə rəngini dəyişən xarici avtomobillərdən danışmaqdır. Məqsədim xamilyonun əslində buqələmun adlı bir heyvan olduğunu və bu heyvan haqqında bildiklərimi sizinlə bölüşməkdir. Xamilyon rəng əks etdirən bir şeydir. Yox, bilmirəm. Valla mən onunla maraqlanmıram. Bilmirəm ki. Kamilyon. Kamilyon. Daha çox xamilyon kimi tanınan bu qələmunlar rəngini dəyişə bilmə qabiliyyətinə görə mifik, əfsanəvi bir heyvanın adı ilə bağlıdır. Yunancadan tərcümədə yer aslanı adı mənasını versə də, dilimizə ərəblərdən gəlmədir. Yəni bu sözü ayrılıqda ərəblərdə heyvan adlarının qarşısında işlənən bir sözdür. Qələmun isə udan deməkdir. Ümumilikdə bu qələmun udan heyvan anlamını verir. Bu isə onun xarakteri ilə bağlıdır. Bu qələmun ola bilər qırmızı rəngdə, bu qələmun olur yaşıl. Yəni hər mühitə uyğun rəng alır o. Yəni ki, səbəb nədir bu? Səbəb odur ki, özünü müdafiə üçün. Məsələn, daşın üstündə oturursa, axı onlar hərəkətləri çox zəiflər, yəni bilirsiniz də. Yəni ovların da ki, dilləri ilə ov eləyirlər. Yəni ki, bunlar üçün qaçmaq ovun dalınca və yaxud da ki, gizlənmək xüsusiyyətləri yoxdur. Yalnız bu düşmənlərindən qorunmaq üçün o rəngi alır ki, rahat ov eləyə bilsin. Ona görə rənglərini dəyişir. Daha çox meşələrdə yaşayan bu heyvanların əsasən qida mənbəyi həşəratlardır. Bu qələmun sürünənlər sinifinə aid olan bir heyvandır. Onu kərtənkələdən fərqləndirən ayaqlarının, gözlərinin və dilinin böyük olmasıdır. Bu qələmunun dili reaktiv təyyarədən təxminən 5 dəfə daha sürətlidir. Xamilyonların bir çoxlarının bədən uzunluğu 30 sm, ən böyükləri 59-60, ən kiçikləri isə 3-5 sm olur. Başının arxa hissəsi ona yaxalıqlı geyim görkəmi verir. Baş və boyun hissəsində buynuzcuqların olması ilə digər heyvanlardan fərqlənir.
durmuşu bilirsiniz necədir? Yəni ki, qozbel dili hardasa 6 sm qədər ola bilər. Belə qabda su qoyarkən yanına içməyəcəkdir. Ancaq axar su olmalıdır. Su o seçə bilmir suyu. Ona görə o suyun səsinlə gedir o suyu içir. Beləncə durmuş suyu içmir, içə bilmir. O vaxtı xamilyonlar ağac üzərində oturub saatlarla müşahidə aparırlar. Elə ki, vacib məqam yetişdi, fürsəti heç vaxt əldən buraxmırlar. Hətta onlar 3 saniyə ərzində 4 həşəratı tuta bilmək qabiliyyətinə malikdirlər. Yeganə heyvanlardan da fərqləndirən odur ki, bu qələmunlar, yəni ki, gözləri, yəni ki, eyni ani bir dəqiqədə, məsələn, biri yuxarı, aşağı, sağa, sola, o biri də ki, o biri tərəfdən yuxarı, aşağı, sağa. Yəni, eyni insanlar kimi eyni istiqamətə gözləri yönəlmir, başqa heyvanlardakı kimi. Yəni, o ətrafı da görür, arxanı da görə bilir. Bu qələmunların bir xüsusiyyəti də vardır ki, onlar hər ölkədə yaşaya bilən, hər mühitə uyğunlaşa bilən heyvanlar deyillər. Gördüyünüz məhz bu güşədə 2 ay bundan əvvəl ölkəmizə gətirilən bu qələmun mühitə uyğunlaşa bilmədiyi səbəbindən ölür. Xeyr, bizdə yoxdur, bizdə soyuq ölkədir, ona görə onlar soyuğu sevmirlər, heç öyrəşməyiblər də. Afrikada olur, Hindistanda var və sairə kimi ölkələrdə olurlar. Uzun müddət hesab olunurdu ki, xamilyonlar rənglərini ətraf mühitə görə dəyişir. Lakin alimlərin son araşdırmalarına görə onlar rənglərini digər yoldaşları ilə ünsiyyət qurmaq üçün istifadə edirlər. Elçin İmanov, Orxan Ədalətoğlu, Lider TV. İndi isə növbə gəlib çatdı elə sujetlərin özü qədər maraq doğuran rubrikamıza. Dünya maraqlı hadisələrlə doludur, xüsusilə də heyvanat aləmi. Amma mətləbə keçməzdən əvvəl sizlərə bir neçə sualım var. Avtomobilin sürətindən asılı olaraq saatda 100-200 km, qatarın isə 60-100 km qət etdiyini bilirik. Bəs görəsən saatda 8 km yol gedən həşərat hansıdır? İlan olar yəqin. Hörümçək. Arı kilometrlərlə uçur harasa. Saatda 8 km arı içinəsinədir. Bütün gün o da uçur olar. Dovzan qurdalar. Dəvə quşudur. Şəhərdə apardığımız sorğunun cavabları bir-birindən fərqli oldu. Hətta çəkiliş zamanı tıspağa deyənlərə də rast gəldik. Xeyr, xanımlar və cənablar, tapa bilmədiniz. Saatda 8 km qət edən həşəratlar əslində bütün günü bizi boğaza yığan milçəklər idi. Hər kəs öz gücünə güvənir, inanır. Biri deyir, mən öz gücümlə daşı daş üstə qoyaram. O birisi deyir, mən Fərhad olub Bisutin dağını yararam. Nə bilim, daha nələr. Yox, bizim məqsədimiz sizlərə dağ yardırmaq deyil, daş daşıtdırmaq da deyil. Öz gücünüzü göstərmək üçün sizə çox asan bir iş buyuracağıq. Buyurun, bu meydan, bu da siz. Bunu 7 dəfə qatlamaq sizcə mümkündür, yoxsa yox? Onda buyurun. Amma kvadrat şəklində. Aha. 4 5 Deyəsən alınmır, hə? 5 6 və 1. Belə sayılır. Bu 1. Nəsə bir şey olmuyor ki. Bu da bunu da qatlayabilsəm nəsə bir hədiyyə udaram. Mümkündür öyle. Bunun alt dəfə olmaz eləyək. Deyəsən alınmır. Alınmadı, baxın, gücümüz çatmadı. 5 6 və 6 aha 7-ci alınmır. Çox zaman hətta inan və güc belə insana istədiyi nəticəni əldə etməyə imkan vermir. Elə gördüyünüz kimi. Unutmayın, heç bir vərəqi bərabər ölçülərdə 7 dəfə qatlamaq mümkün deyil. Bunu da biz demirik ya, mütəxəssislər deyirlər. Araşdırmalara görə Amerikanın prezidentlərinin əksəriyyəti həmişə eynək taxırdılar. Ancaq nədənsə bunu heç kimə göstərmək istəmirdilər. Maraqlıdır. Görəsən nə üçün? Yəqin çox ağıllı olduqlarından ehtiyat edirlər. Gözləyir. Nə bilim. Zəiflik kimi hesab edirdilər. Bilmirəm. Maraqlı, kreativ fikirlərinizə görə sizlərə dərin təşəkkürlərimizi bildiririk. Amma Amerika prezidentlərinin ictimai yerlərdə eynək taxmaq istəməmələrinin yeganə səbəbi onların bunu özlərinə kompleks hesab etmələri olub. İnsan daim ünsiyyətdədir. Buna görə də istəsək də, istəməsək də hər gün, səhər-axşam dişlərimizi fırçalamaq məcburiyyətində qalırıq.
Bu həm də dişlərimizin sağlamlığı baxımından vacibdir. Bəzi diş pastalarının tərkibinə antifriz qatıldığını bilirdiniz? Gəlin görək, stomatoloqlar bunun səbəbini necə izah edəcəklər? Yeni müasir diş macunlarının içinə antifriz maddəsi, yəni antifriz uyğunluqlu bir maddə qatılır. Bu nəyə görə qatılır ki, dişlərdə hissiyyətin azaltmağı. Amma o bir tərəfdən hissiyyəti azaldır, o biri tərəfdən diş ətin və diş emalinə çox ziyandır. Onun əvəzinə əvvəlcədən diş macunlarında istifadə olunan maddələr var. O pirofosfatdır, o hissiyyəti azaldır. O tamamilə onu bəs edir. Antifriz qatmağın, yəni o maddə ilə istifadə edən pastalara ehtiyac yoxdur. Bizdən bu qədər. Sizlər üçün bu həftə hazırlayıb ərsəyə gətirdiyimiz sujetlər bunlar idi. Bədən dili haqda Novruzla Ayazdan, buqələmunun necə bir heyvan olmasını Elçindən, halva bişirməyə Rəşaddan, qılınc oynatmağı isə Xülyadan görüb götürə bildinizsə, buna ancaq sevinmək olar. Bizim Sədanı izləyin. İzləyin ki, məlumatınız bol, dünya görüşünüz çox olsun. Sağ olun, salamat qalın.